Şah 1-ci Təhmasibdən fərqli olaraq Şah 1-ci Abbasın hakimiyyət dövrü üçün səciyyəvi olanları soruşur. Şah 1-ci Abbasın hakimiyyət dövrü 1587-ci ildən 1629-cu ilə kimi olan dövrü əhatə edəcək. Avropa dövlətləri ilə diplomatik münasibətlər saxlanılması bu hər iki hökmdara aiddir. Çünki Şah 1-ci Təhmasib İngiltərənin Moskva şirkəti ilə əlaqə qurmuşdu və ona görə də fərqli cəhət kimi götürmürük, biri çıxdıq. Mərkəzi Ərdəbil olan Azərbaycan Bəylərbəyliyin yaradılması 1593-cü ildə Şah 1-ci Abbas tərəfindən yaradılıb, 2 doğrudur, götürdük. Osmanlı qoşunlarının məğlub edilməsi Şah 1-ci Təhmasibdən fərqli cəhət deyil, çünki Şah Təhmasib də deməli Osmanlı qoşunlarını məğlub edibdir. Ona görə fərqli cəhət kimi götürmürük. Təbrizcə Cəlali hərəkatının ilk böyük çıxışının baş verməsi 1591-ci ildə baş veribdir və bu təbii ki Şah 1-ci Abbasın hakimiyyət dövrünə düşəcək. 4-ü götürdük. Şəki hakimliyinin ləğv edilməsi 1551-ci ildə ləğv olunub. Bu isə 1-ci Təhmasibə aid olan fəaliyyəti Abbasa aid deyil. Beləliklə cavabımız 2 və 4 düzgündür.